adını çəkdiyim klublarda müəyyən problemlər oldu, ayrılığında müəyyən anlaşılmazlıqlar oldu, amma sırf Şamaxıda sanki hər şey bir reysin üzərində idi. Hətta mövsümün birinci yarısında komanda demək olar ki, liqada qalmaq hədəfinə çatırdı. Qalmaqaldan uzaq bir sakit mühit formalaşmışdı orada. Yəqin ki, bunda da bir Şamaxı rəhbərliyinin böyük rolu var ki, o vəhdəti qura bilmişdilər. Futbolçularla bağlı sizi çətin vəziyyətdə qoyduğunu dediniz həqiqətən, çünki yaxşı performans sərgiləyib daha yüksək maaş tələb edə və o futbolçuları saxlaya bilmədiniz. Bu da əlavə məsuliyyət yaradırmı üzərinizdəki? Demək ki, burada uğursuz olsaq, oxlar mənə tuşlana bilər daha çox. Biz məsuliyyətsiz iş yoxdur. Yenə əgər biz bugün buradayıqsa, hər bir o məsuliyyət baş məşqçinin də əlbəttə ki, düşünürəm ki, biz daha güclü olmalıyıq, daha çox çalışmalıyıq və o etimadı doğrultmalıyıq. Yerdə qalan şeylər barəsində adam çox fikirləşmək istəmir, çünki futbol elə bir oyundur ki, burada daim göz açıq olmalısan, daim çalışmalısan, daim irəli baxmalısan, yaxşı planlar qurmalısan və o fürsətdən istifadə eləməlisən. Mənim üçün də düşünürəm Şamaxı yaxşı bir fürsətdir və bu fürsətdən də maksimum, məsələn, əlində kontrakt var, 3 illik, niyə də yaxşı istifadə etməyəsən? Yəni, önə baxmaq lazımdır, daha bir sözdən inkişaf etmək lazımdır. Həm özün, həm komanda, həm də Azərbaycan futbolunda töhfə üçün. Azərbaycan dediniz, göz açıq olmaq lazımdır. Kəpəzdən gələn biri üçün yəqin ki, bu bir problem olmamalıdır. Gəncə futbolundan gələn biri üçün. Elədir, elədir. Mənim bir yaxın dostum var, elə siz də tanıyırsınız. Adam söylədi ki, sən Gəncədə əgər problemsiz işləmirsənsə 2 il, yəni sən elə bir ki, o vaxt ermənilərlə cəbhə bölgəsində qulluq, hərbi qulluqda 3 il, 1 ilə 3 il sayılırdı da. Deyirsən, bax, elə bir ki, belə bir şeydir səndə. Doğrudan da Gəncədə futbolu bilirlər, Gəncə azarkeşləri futbolu, belə deyim də, dibindən bilirlər və həmişə də istər-istəməz o bilikli adamların yanında daha çox təzyiqdə olursan və daha tez cavab verməlisən də. Bizdə o vaxt bir futbol funksioneri var idi, Rötmüller, Alman çalışdırıcı, pro lisenziyalarda iştirak. Adam Alman futbolunda böyük iz buraxmış bir şəxs idi. Adam sənə baxanda, səndən üz çönlərəndə hətta belə artıq sualları hazır idi də. Ona görə də sənə bir 3 saniyə vaxtın var idi ki, ona tez cavab verəsən. Gəncə belə bir yer idi ki, orada gecəni də yatmamalısan. Sözün əsl mənasında gecəni də yatmamalısan. Daim yeni çağırışlara hazır olmalısan. Düşünürəm, hər şey yaxşı olar. Buradan da fürsətdən istifadə edib Azər Məmmədova uğurlar arzulamaq istəyirəm yeni işində. Gəncə futbolu, Azərbaycan futbolunun doğrudan da beşiyidir. Uğurlar hər bir kəsə. Həqiqətən Gəncə futbolu, Kəpəz bir spesifik bir yerdir, xüsusi bir yerdir. Darıxmamısınız? Çempionat üçün darıxmışam əslində qalanda. Səbirsizliklə bəzi legionerlərimizin gəlməsini gözləyirəm. Yəni, buradan da Şamaxı azarkeşlərimizə söyləmək istəyirəm ki, seleksiyamız gedir. Bir-iki pozisiyamız qalıb ki, legionerlərimiz qoşulsun bizə. Yəni, bəzi hallarda səbirli olmaq lazımdır və gözləmək lazımdır. Yəni, tələsib uduzmaqdansa daha səbirli olub, mənə elə gəlir ki, qələbə qazanmaq, daha o nöqtəyə vurmaq daha vacibdir.